Salam değerli abituriyentlər. Bugün güvənin buraxılış sınaq imtahanları keçirilmişdir. Hal-hazırda 11-ci sinif imtahanlarının suallarını sürətli bir şəkildə izah edəcəyik. Maksimum şəkildə sürətli izah edib birbaşa cavabları deyəcəm. Əgər nəsə bir gözdən qaçan bir şey olarsa, şərh bölməsində yazarsınız. Oradan sürətli bir şəkildə cavab verəcəm. Vaxt itirmədən birbaşa suallara keçək ki, tez yoxlayasınız. 31-ci sualda yazıb ki, hansı cümlədə işlənmiş köməkçi nitq hissəsi ayrılıqda əsas nitq hissəsi kimi işlənə bilməz? Burada ancaq sözünə baxaq. Ancaq burada köməkçi nitq hissəsidir, amma əsas nitq hissəsi kimi işlənə bilmir. Cavab Y variantı. 32-ci sualda diqqət eləyək. İsmin xüsusiyyətini daşıyan sifət burada yoxdur. Və təsriflənməyən fe'llər qayıdış və məlum növdədir. Təsriflənməyənlər deyir. Burada işıqlanan, yəni qayıdışın şəkilçisi ıl-ındır. Burada ıl-ın şəkilçisi yoxdur. Və yaxud da yeridiyini gördü. Burada ıl-ın şəkilçisi olmadığına görə məlum növ götürürük. Qayıdış növ yoxdur. 1-3 B variantı. 33-cü sualda səhlənkarlıq edənlər. Burada səhlənkarlıq etmək bir yerdə götürüləcək. Mürəkkəb fe'l kimi. Məsələn, digər variantlara baxsaq, fağır, fağırlaşmaq, sonra aç, açıq. Burada vurmaqdan vuruşmaq, yaxın, yaxınlıq. Məsələn, bunu götürmək olar. Cavab A variantı. 34-cü sualda birbaşa cavabı deyək. Burada bəri qoşma, bir isə ədat olacaq. Amma burada yazıb yalnız qoşma. Yəni, bir ədatı da var burada. Cavab C. 35-ci sualda zərfin bütün məna növünə aid nümunə işlənmişdir. Sonralar zaman, bura yer, yaxşıca anlamış, necə anlamış, xeyli yüngülləşmiş, nə qədər. Bu miqdar, bu da tərs, miqdar, tərs, yer, zaman, Y variantı. 36-cı sualda C variantını götürürük. Yəni, çörəyə daşdan çıxmaq bu ancaq məcazidir. Amma çörəyə kəsmək həqiqi mənada, kiməsə yerini göstərmək, oturmaq üçün həqiqi mənada, nəyisə üstünə qoymaq, o da həqiqi mənada işlənir. Cavab C variantı. 37-ci sualda qeyri-müəyyən təsir yalı soruşur. Burada diqqət eləyək. 3-cü sualda qiymətli hədiyyələri verməyi, sonra B də təklif edib, B-i təklif edib. Burada narahat olma heç bir, lakin bundan bir şey itirməyəcəyini, bir şeyi heç bir səbəbi görmürdü, səbəbi görmürdü, bir şeyi. Burada 3, 4, 5. Y variantı. 38-ci sualda burada ismin xüsusiyyətlərini daşıyan sifət deyir. Soyuqlar düşməmiş, soyuq sifətdir. Lar da cəm şəkilçisi isimləşib D variantı. 39-cu sualda eyni cinsli samit qoşallığı nadanlıq, boyla bu getdi. Sonra hərflərlə səslərin sayı fərqlidir. Hərflərlə səslərin sayı. Rasional sözündə Y girir, ona görə fərqli olur. Həmçinin burada o ayət çevrildiyinə görə saitlərdən biri fərqli tələffüz olunur. Bu da gedə bilər. Bunu da silək. Uzun tələffüz olunan siyahı, bu da getdi. Yazılışı tələffüzü fərqlənmir, müthiş, yerdə qaldı qətiyyətlə. Burada Y-nın biri düşsə də, L-lə olduğuna görə, əlavə bir dənə də N gəldiyinə görə, elə bir ki, o Y-nın boşluğunu doldurur da, ona görə burada səs artımı, səs düşümü elə bir ki, bərabər olur da, yəni fərqli olmur. B variantı. 40-cı sualda işlərini bitirməlidir, nə etməlidir, bitirməlidir, vacibdir. Sonra isə əmr şəklində olan fe'l, burada izləyək və bilək var. Hər ikisi yəni əslində əmrə oxşuyur. Amma burada qoşmaya, üzr istəyirəm, ədata görə tapırıq. Təkibi də gəlin. Əmr ədatı əmr şəklinə aiddir. Arzu ədatı da arzu şəklinə. Gəlin sözünə görə 2-3 D variantı. Yəqin ki, şagirdlər mətni diqqətlə oxuyublar. Burada deyir, mətnə görə bir məqsəd idi. Orada diqqət eləsək, yazmışdı ki, savaşı udub soyları vahid dövlət ətrafında birləşdirmək. Yəni, burada kompromisə getmək güzəş yox idi. Nüfuzlu yox, əksinə. Yəni ki, belə deyim də, orada deyirdi ki, diqqətlə baxsaq, qızın atası ağa deyil, adi kəndidir. Nə olar ki, yuxarıda yazıb bunu bir dəqiqə. Burada yazmışdı ki, qızın atası ağa deyil, adi kəndidir. Nə olar? Məsələn, yuxarıda baxsaq, burada güzəştdən söhbət getmirdi. Yəni, Sultan Hüseynlə güzəştdən söhbət getmirdi.
D variantı daha məntiqlidir. Yəni məqsəd o idi ki, insanları, soyları vahid dövlət ətrafında birləşdirmək. 42-ci sualda tabe olmaq, itaat etmək, boyun əymək, yəni burada məcazi mənada qarşılığını göstərir. Kiməsə itaat eləmək, ona boyun əymək, tabe olmaq. Təhdid etmək burada məcazi olaraq etmək olduğuna görə götürməyəcəyik. Öhdəsindən gəlmək, yəni kimisə öhdəsindən gəlmək, bunu bacarmaq, gücü çatmaq, bu cür götürə bilərik. 1-3. 43-də klasteri tamamlaya bilməyən fikri deyir. Burada fikir versə, əmisini razı salmaq üçün köhnə bir hadisəni xatırladır. Yəni, mətnin ən son cümləsində bu var. İnsanlar arasında ayrı-seçkiliyi qoymur. Bəli, deyir, yəni fərqi nədir? Kasıb və yaxud da varlı, yəni yüksək rütbəli olsun, ya aşağı təbəqə kəndli olsun, fərqi yoxdur. 3-lə 4-ü çıxsaq, yerdə qalan variant C-ni götürə bilərik. 44-cü sualda o Qaraqoyunluların Cəlair hökmranlığını qəbul etməsini əvvəl açsaq, çünki mətnin əvvəlində idi. Sonra isə burada diqqətlə baxaq, onun Sultan Hüseynlə Bayram Xocanın problemi var idi, gərginliyin artması. Sonra Qara Məhəmməd qəfil gəlir və başlayır söhbət eləyəndə o Sultan hücuma da qeyri-ciddi yanaşır. Ən sonda da Qara Məhəmmədin xətrinə dəymək istəməyən Bayram Xocanın yumşalması, o evlilik məsələsi. Bu şəkildə götürsək, A variantını götürə bilərik. 45-ci sualda doğru fikir soruşur. Bayram Xoca Sultan haqqında xəbər gətirən adamlara inanır. Orada demişdi axı, kəşfiyyatçılarımız bizə səhih xəbər gətiriblər. Yəni, məntiqlə bunu düz götürə bilərik. Y variantı. Burada yəni vaxt getməsində biraz qısa şəkildə deyirəm. İndi yəqin ki, onu geniş yazmısınız. Bayram Xoca yəni ehtiyat edirdi. Deyirdi ki, yəni bu dəfə o ciddidir. Yəni yalan danışmır. Amma Qara Məhəmməd elə bir ki, çox da onu ciddi yanaşmırdı. Onu ələ salardı. Deyir ki, şu hər dəfə hədəliyir. Yəni bu şəkildə yaza bilərsiniz də. Biri ciddi alır, o birisi yox. Burada sualda, yəni tünd qara hərfləri soruşur. Özü də qoşunların sayı lap çoxdur. Yəni, belə deyim də, qarışqa kimidir, qoşunların sayı lap qarışqa kimidir. Yəni, bu şəkildə yazmaq olar. Yəni, məsələn, göydəki ulduzların sayı qədərdir. Bu şəkildə, yəni, mübaliğə və yaxud da təşbih yaza bilərsiniz. 48-ci suala fikir verək. Yazıb, keçi can ayında qəssab piy axtar atlar sözünü mətnin məzmunu ilə əlaqələndirin. Bunu belə götürə bilərik ki, məsələn, Bayram Xoca, yəni Sultan Hüseynin hücumundan qorxurdu, amma bir tərəfdən də, belə deyim də, o Qara Məhəmməd gəlib, belə deyim də, oğluna toy eləmək istəyirdi. Yəni ki, bunun fikri qalıb döyüşdə, amma qohumu gəlib, yəni evliliklə bağlı söhbət açır. Yəni, bunu yazmaq daha məntiqli olar, düşünürəm. Burada 44-də Qaraqoyunlu qəbilə birləşməsinin daxili münasibətləri. Orada qohumu ilə gəlib söhbət edirlər. Bəzi məsələlər görürük ki, Bayram Xoca evlilik məsələsində yalnız yüksək rütbəli insanların biri-birlə evlənməsinin tərəfdarıdır. Yəni, aşağı təbəqə ilə qohumluq əlaqəsini istəmir. Məsələn, bu cür münasibəti görə bilərik. Amma məsəl üçün öz qohumlarına qarşı da mülayimdir. Yəni, tutaq ki, hətta ciddi mənada döyüşə hazırlıq getsə də, orada Bayram Xocanın yumşalmağını görürük, yəni öz qohumuna qarşı. Həm də ki, evlilik məsələsində yuxarıdan aşağı baxır da, deyir ki, mən niyə görə aşağı adi rəiyyətlə evlənməliyəm, yəni qohum olmalıyam. O mənada götürsək, daxili münasibətlər müəyyən qədər üzə çıxar. 50-ci sualda Qara Məhəmmədin Sultan Hüseynə qarşı münasibətində ironiya hiss olunur. Burada belə yaza bilərik ki, Qara Məhəmməd deyir ki, o həmişəki hədə qorxusudur, yəni o nə eləyəcək bizə? Bax, belə bu cümləni yazma olar. Məsələn, ay əmi, Sultan Hüseynin qəhrəmanlığına çoxdan bələdik. Bax, bu cümlə var. Bu dəfə də hədəliyir, hücuma keçən deyil. Yəni, onu ciddiyə almır da, belə deyim, ələ salır onu. 51-ci sualda mətnin tezisi hesab oluna bilməz. Burada baxaq görək, yəni, hansıların cavabı tapıla bilər, hansıların izahı yoxdur. Məsələn, bu sualda 51-ci suala bir dənə diqqət eləyək. İnsanların qeyri-adi bacarığı. Dini baxımdan müxtəlif izahlar burada yox idi. Sonra hər insanın qazandığı vərdişdir. Bu səhvdir. Onun fiziki sağlamlıqla bağlıdır. Bunlar yəni səhvdir. Amma orada qeyri-adi insan qabiliyyətlərinin izahında müxtəlif versiyalar, bəli, fərqli versiyalar var idi. Yəni şagirdlər mətni diqqətlə oxuyubsa, müxtəlif versiyalar var idi. Üçü çıxanda cavabı çıxartmaq olar əslində.
Sonra orada gizli mexanizmlə aktivləşməsi, bu mətnin sonlarına doğru bu da var idi. Diqqətlə oxumusunuzsa. İndi bir-bir göstərmirəm ki, çox vaxt getməsin. Y variantı. 52-ci suala diqqət edək. Doğrudur, yanlışdır, ehtimaldır. Burada insanların ünsiyyət zamanı genetik material mübadiləsi mətnin sonlarına doğru var idi. Sonra müxtəlif alimlərin marağına səbəb olan fenomendir. Bu da var idi. Müxtəlif alimlərin fərqli fikri var idi bu levitasiya hadisəsi haqqında. Sonra burada nə götürə bilərik? Yanlışın altına yazıb ki, insan orqanizmində bütün genlərin informasiya ötürməsi yanlış idir. Bütün. Ehtimaldır, insanların qeyri-adi bacarıqları genetika ilə əlaqədardır. Bəli, bu mətndə var idi. Və yaxud da buradan altını da çıxarıb cavabı tapmaq olardı. Məsələn, Manqolistanda levitasiya ilə məşğul olanlar bu spesifik xüsusiyyəti adi bir şey sayırlar. Bu mətndə var idi ki, həqiqətən bu düzdür. Bunu bura artırsaq, onda məntiq olaraq altını da çıxarıb cavabı tutmaq olar. 1, 2, 4, 5. %55-ci sualda diqqət eləsək, mətndə bundan danışılmır. Yazıb ki, pasiv genlərin xarakterinin müəyyən şəraitdə dəyişməsi, bu da mətnin sonundan doğru var idi. Sonra insanların özünü daha əvvəl olmadığı yerə aid hiss etməsi, orada uşaqlıq xatirəsindən bağlı bəzi şeylər var idi. Bu 1 ilə 2-ni çıxarında yerdə cavab qalır 3, 4, 5. %54-cü sualda, bəli, burada diqqət etsək, deməli, bu Sovet fiziologu Anoxin, bu ikinci gedəcək, buradan cavab açan rahat çıxartmaq olar. Ən sonda yazmışdı ki, susmuş genlərdən o danışırdı. Bax, 2-yə gedəcək, diqqət edin. Sonra orada meditasiya ilə bağlı da, bax, diqqət eləsək, Professor Erik Bergos. Bax, 4-ü də B-ni götürsək, rahat cavabı çıxarda bilərik. Yəni, əslində bir dənə 2-ni tapsa, cavab çıxacaqdır. Diqqət edin, yəni vaxt itkisi olmasın deyə deyirəm. Burada B variantını götürəcəyik. 56-cı sualda ikinci abzasdakı məhdudiyyətdən söhbət gedir. Bir dənə diqqət edək burada. Bircə saniyə. Bax, burada yazmışdı ki, tədqiqatçıya maraqlı gələn bu mətləb barədə suallara onlar cavab verməkdən imtina etdilər. Bax, bu hissəyə baxın, ikinci abzasın son cümləsini oraya yaza bilərsiniz. Biraz sürətli dedim, o cümləni oxusaz, hər şey görəcəksiniz. Sonra 57-ci sualda yazıb ki, dərnəyin yaradılması yoqanı bütün kütlələr üçün əlçatan etmək məqsəd daşıyırdı. Bura məntiqlə biz bir dənə diqqətlə baxaq yoqa ilə bağlı hissəyə. Bax, yazıb ki, alimlər və jurnalistlər istisna olmaqla fikir verirsiniz. Deməli, hamıya aid deyil. Daxı, alim və jurnalist də kütlənin bir hissəsidir, belə deyək. 58-dən nöqtələrin yerinə uyğun fikir yazmağı deyir. Burada fikir versək, dünyada çox sirlər var ki, elm hələ də onu açmaqda acizdir. Yəni, elm hələ də onu sübut edə bilməyib. Yəni, elmi cəhətdən hələ də təsdiqini tapa bilməyib. Bu tipli fikirlər yazmaq olar. 59-cu sualda diqqət eləyək. Yazıb ki, burada tünd hərflərdə yanlış olan hissələri çıxartmalıyıq. Bax, qüsurlu məqamları düzəltməliyik. Haraylamaq, çağırmaq olar da, yəni onu necə harayladıqlarını, çağırdıqlarını xatırlayır. Və yaxud da uşağın göstərdiyi yerə dürüst göstərdiyi yerə. Burada dürüst sözü yerində işlənməyib. Bunu çıxardıb uyğun bir ifadə qoya bilərik. Yəni dürüst sözüdür, haraylamaq sözüdür. Burada yanlışdır. Bunları çıxartmaq lazımdır. Növbəti sonuncu suala baxsaq, mətnin məzmununa uyğun olmayan cümləni və onun aid olduğu üslubu deyir. Burada diqqətlə baxsaq, üçüncü abzasda diqqət etsək, bax burada affirmasiya müəyyən qısa verbal ifadənin dəfələrlə təkrarlanması yolu ilə insan təhdidşürünü tələb edilən obrazın, bax bu cümləni biz oraya indi tam köçürməsək də və yaxud da ilk sözünü yazıb orada izah edə bilərsiniz. Yəni bu cümləni biz götürə bilərik. Və burada elmi üslubun əlamətlərini gördüyümüzə görə, elmi üslublarda nə var? Məsəl üçün termin sıxlığı var, yəni məntiqilik var, konkretlik var. Ən azı 2 dənə xüsusiyyət yaza bilərsiniz, elmi üsluba aid olan. Sürətli bir şəkildə izah etdi, yəni hansısa bir sualla bağlı fikirləriniz olarsa, şərh bölməsində yazmağı unutmayın. Təşəkkür edirəm.